Salam, xoş gördük hər birinizi. Bu günləri mən kələm turşusu hazırlayacağım və o kələm turşunu mən bolqarski bibərə dolduracağım. Məndə burada qırmızı da var, yaşıl da var. Onun üçün bizə lazımdır 3 kilo kələm, hərəsindən 15 dənə bibər, 500 qram kök, bir baş sarımsaq, petruşka 3 dəstə və 3 dəstə də kəröz. 2 ədəd də acı bibər. Kələmi doğrayıram. Məndə belə bir kələm doğrayan var. Bununla rahat olur. Kimdə də yoxdursa bıçaqla da doğraya bilər. Və bunu belə uzun-uzun doğrayıram. Gördüğünüz kimi belə olur, uzun və qəşəng görsənir. Kələmləri artıq doğramışam. Kökü çorkadan keçirdirəm iri gözündən. Mən sarımsaqları da artıq doğramışam. Belə kubik şəklində vaxtımızı çox almamaq üçün və göyərtimizi doğradım. Çox iri də etmədim, xırda da etmədim, orta doğramışam. Acı biberi doğradım. 1 ədəd qırmızı biber də doğradım. 1 ədəd də yaşıl biberi doğradım. Və bunları hamısını əlavə edirəm kələmin üstünə. Hamısını yaxşıca qarışdırırıq. Duz əlavə edirəm. Duz da zövqə görədir. Mən 2 qaşıq əlavə edirəm hələ ki və baxacağam. Əgər az olsa yenə əlavə edəcəm və yaxşı-yaxşı bunu yenə də qarışdırıram. Kələmi saxlayırıq, hardasa 4-5 saat və mən 4 qaşıq duz əlavə etdim. Zövqə görə siz dadına baxın və ondan sonra duzunu əlavə edə bilərsiniz. Və 4-5 saatın içində ara bir qarışdırırıq kələmi. Biberləri hazırlayıram. Biberlərin başlığını kesirəm buna qayçısı ilə və bıçaqla onun başlığını kesirik. Biberləri papaq kimi düzəldəcəm. Və tumunu çıxardırıq. Qırmızıları da belə hazırlayıram. 5 saat artıq keçdi. Gördüyünüz kimi kələm azaldı. Və biz indi biberləri götürürük və içlərinə kələm əlavə edirik. Və qapaqlarını örtürük və bir padnosa yığırıq. Və qırmızı biberlərimizi də içlərini yaxşı doldururuq. Və qapaqlarını örtüb və belə davam edirik. Mən hamısını edəndən sonra yenə sizlərə göstərəcəm. Biberləri hamısını hazırladım və indi yığacağım. Belə bir plasmas qabım var mənim və içinə başlayırıq yığmağa. Balona da yığa bilərsiniz.
Gördüğünüz gibi hamısını yığdım. Çok güzel görsənir. Və mən bura əlavə edirəm yumru biber 2-3 dənə, dəfnə yarpağı əlavə edirəm 2 dənə. Əlavə edirəm 3 qaşıq duz. Və üstünə su əlavə edəcəm və 1 qaşıq esensiya əlavə edəcəm. 70%'lıqdır. 1 xörək qaşığı. Ağzını bağlayıram. Möhkəm. Turşumuz hazırdır. Əgər mənim videom xoşunuza gəldisə, like qoymağı unutmayın. Öz reseptlərinizlə mənimlə bölüşün. Siz necə hazırlayırsınız bu turşunu? Hamıya uğurlar. Allah'a əmanət olun. Hələlik.